Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bu video izahda da bir sual izahında bir çox mövzular haqqında məlumat əldə etmiş olacağıq. Sualımızın şərti belədir ki, keçmiş davam edici zamanın düzəlmə qaydası necədir? Bu tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Demək müəllimlər, bu mövzu ola bilsin ki, bizim ixtisasa aid deyil. Mən sizə məlumat verim ki, xarici dildə belə bir mövzu var və keçmiş davam edici zamanın xüsusi, konkret bir qaydası var, belə deyək. Və bu tapşırığı müəllim şagirdə verməklə istəyir ki, onda hansısa mərhələni inkişaf etdirsin və yaxud da görsün ki, şagird o mərhələni keçibmi, o mərhələ onda inkişaf eləyibmi? Bunu yoxlamaq istəyir. Burada da həmən şagirdin yerinə özümü qoyuram. Təbii ki, ixtisas müəllimi daha yaxşı bilər və şagirdin yerinə suala cavab verirəm. Yəni sualın cavabını tapmaq üçün. Deyək ki, keçmiş davam edici zamanın düzəlmə qaydası, xüsusi bir qaydası var və düşünüb, yadıma salıb, xatırlayıb buna cavab verirəm. Deməli, sualımızın cavabı xatırlama mərhələsidir. Bunu qoyduq kənara. Bu şərtin yerində başqa bir şərtlər də ola bilərdi. Məsələn, soruşa bilərdi ki, Newtonun birinci düsturu hansıdır? Yenidən fəallaşan dağlar hansılardır? Və yaxud da ki, soruşa bilərdi ki, bioyanacağın növləri hansılardır? Və yenə də biz şagirdin yerinə müəllimlər özümüzü qoyuruq. Həmən şagirdin yerinə cavab veririk, görək biz nədən istifadə elədik? Yaddaşdan mı istifadə elədik, nəyinsə izahını mı verdik, yoxsa nəyisə tətbiq mi elədik? Biz suala cavab verərkən nəyi icra etsək, sualımızın cavabı həmən mərhələdədir. Bir də sizə bir məlumat vermək istəyərdim faktoloji biliknin xatırlama mərhələsi haqqında. Müəllimlər, ola bilər düşünərsiniz ki, bəlkə bu şagird bu sualın cavabını bilmir və yaxud da ki, tərəddüd eləyir, bilməyəcək. Əgər sualın şərtində demirsə ki, şagird sualın cavabını bilmir və yaxud cavab verməkdə tərəddüd eləyir, bunu demirsə, sualda sözü gedən şagird mükəmməl şagirddir. Yəni, o suala o cavabı verəcək. Qaldı ki, xatırlama mərhələsinə, faktoloji biliyə. Bu mərhələ elə bir mərhələdir ki, bu bilik elə bir bilikdir ki, burada hamı eyni cavabı verməyə məcburdur. Məsələn, bir Əli adlı şagirddən soruşuruq ki, Newtonun birinci düsturu hansıdır? Cavab verir. Deyir ki, bu. Digər Vüqar adlı şagirddən soruşuruq ki, Newtonun birinci düsturu hansıdır? O başqa cavabı verəcək. Təbii ki, hər kəs eyni cavabı verməyə məcburdur. Deməli, o faktoloji bilikdir və xatırlama mərhələsidir. Nəyi ki, hər kəs olduğu kimi deməyə məcburdur. Nəyin ki, konkret qaydası cavabı var. Deməli, həmən tapşırıqlar şagirddə xatırlama mərhələsini və faktoloji biliyi inkişaf etdirir.